Esselamu Aleyküm ve Rahmetullah ve Berekatuhu. Hoş gördük əzizlərim. Axşamınız xeyir olsun. Cümə genəliniz mübarək olsun inşallah. Bugünkü mövzumuz Nəsuh tövbəsi olacaq. Nəsuh tövbəsi nə deməkdir? Amma Nəsuh tövbəsi deyirkən yəni mahiyyətini daha çox anlatmağa çalışacağam Allahın izni inşallah. Yəni belə deyək də sadəcə və sadəcə zahirində Nəsuh tövbəsi budur mənasında deyil. Əslində Nəsuh tövbəsi nələrin qapısını bizi aça bilər, nələrə vəsilə ola bilər, onu anlatmağa çalışacağım Allahın izni Nəsuh tövbəsi vasitəsilə. Ona görə də canlarım, yəni bu mövzu hamımızın əslində ən yaralı nöqtələrindən biridir. Çünki şeytan hər birimizə bu nöqtədən ən çox girmək istədiyi bir məsələdir. Nəsuh tövbəsi. Niyə görə? Çünki əzərim, şeytan şatan sözündəndir. Yəni şeytan ümidsiz deməkdir. Ümidsiz, ümidini tamamilə itirmiş və bu dəliliklə, bu dəlisovluqla da bütün insanlığa saldırıb, insanlıq da öz yoluna çəkməyə çalışan bir varlığın adıdır şeytan, yəni şatan. Ona görə də biz şeytanın yolundan çıxmaq istəyiriksə, bizi birinci növbədə gözləyən qapı tövbə qapısıdır. Bu tövbə qapısında şahı Nəsuh tövbəsidir. Yəni Nəsuh tövbəsinə həqiqətən müvəffəq olduğumuz zaman Allahın izni ilə o zaman biz işin sırrını tutmuş olacağıq. Nəsuh tövbəsi haqqında ümumi olaraq bir müddəaları istəyirəm danışmaq. Məsələn, Nəsuh tövbəsi yəni etdiyin tövbənin bir daha ora geri dönməmək şərti ilə hansı ki o günaha, o pisliyə, o yanlışa, o xətaya, səni cəhənnəmə qədər götürə biləcək o vəballi bir hadisəyə bir daha geri dönməmək üzərə edəcəyin tövbənin adı Nəsuh tövbəsidir. Yəni ciddi bir tövbədir. Amma Nəsuh tövbəsindən ümmətin əksəriyyəti qorxur. Dindirsən, ay yox, mən o tövbəni heç vaxt eləyə bilmərəm. Mən o tövbəni eləsəm başıma iş gələr, nə bilim, onun məsuliyyəti var, ağırdır. Amma halbuki yəni bir an düşünsəci, yəni o tövbənin məsuliyyətindən ötə verə biləcəyi bir şövq, bir məna, bir dəyər nələrdən ibarətdir? O tövbəni inan ki, yəni etmək üçün can atar. Baxın, birinci növbədə Allah Teala buyurur ki, min taqintur rahmetillah. Allahın rəhmətindən ümid kəsməyin. Yəni nə olursa olsun, heç bir zaman rəhmətindən ümid kəsməyin. Allah Resulü sallallahu aleyhi və səlləm nə buyurur? Dənizlərin köpükləri ədədincə günahlarınız olsa belə, yenə də Allahın rəhmətindən ümid kəsməyin. Yəni bu nə deməkdir? Yəni biz bir günaha meyl edirik, bir günaha davamlı işləməyə başlayırıq və o günahı işləməkdən dolayı qəlbimiz deyək ki, biraz qaralmağa başlayır. Və günün birisində Allah Taala'nın bizə çıxartdığı bir şans, bir vəsilə, bir gözəl bir insan, gözəl bir qardaşımızın söhbətlərinin nəticəsində Nəsuh tövbəsindən tanış oluruq. Necə ki, indi tanış olduğumuz kimi. Və bu əslində Allah Taala'nın bizə ən gözəl geri dönüşüdür. Səni öz Nəsuh tövbəsindən tanış eləyir. Və sən tam bu Nəsuh tövbəsindən tanış olduğun zaman həmin bu şeytan, ümidsiz şeytan işin içine orada girmeye başlar. Sen ne danışırsan? Sen bu kadar günahlar işləmsən. Sen hara bu Nəsuh tövbəsi hara? Sen 2 dəqiqədən sonra o günaha qaydaşsan. Sen belə şeylərlə, sen əsası elə-belə tövbələr elə. O bizdə var ya tövbə. Tövbə, estağfurullah. Yəni təbii ki o da bir tövbədir. Amma biz Nəsuh tövbəsinin mahiyyətinə o zaman varacağıq ki, bu tövbə bizdə elə bir qapılar açacaq. Və o qapılar nəticəsində də mənəvi məqamımızın yüksəlməyinə belə vəsilə olacaq Allahın izni ilə. Bax, bugün biz bu dərsimizdə bu mənanı kəşf etməyə çalışacağıq. Nəsuh tövbəsinin bizə qazandırdığı və şeytana itirdikləri. Şeytan Nəsuh tövbəsində nə itirir? Mömin bir insan, inanan bir insan, müsəlman bir insan Nəsuh tövbəsində nə qazanır? Baxın, deməli, Nəsuh tövbəsi etdiyimiz zaman ağla bir sual gələ bilər. Qardaş, mənim 100 dənə günahım var. Mən bu qədər günahlar işləmişəm. Mən dilimlə deyirəm ki, bir daha günahları etməməyə əzm elədim. Bu nətər olacaq? Mən səhər gelib həmin bu zibili, bu işi, bu pisliyi görəcəm axı. Xeyr. Zaten şeytanın ən birinci səni qurcalamağa çalışdığı nöqtə budur ki, sən iradəsizsən, səndə ərdəm yoxdur, səndə kişilik yoxdur, ala deyib təzdən öz bildirəsən, riyakarlıq eləyəsən. Bax ha, riyakarlığın kralını eləyən, pisliyin kralını eləyən, insanı günahların kralına daldıran şeytan təqva abidəsi olub bizim üçün. Bizə təqvadan dəm vurur.
Məsələ təqvalı olmağı, vaxtı təqvanı aşılamaq deyil sənə. Məsələ o tövbədən səni uzaq qaçırtmaqdır ki, sən böyük yolculuqda o mənanı aralayıb o iman qapısına içəriyə girə bilməyəsən. Nəsuh tövbəsini etdiyi zaman inanın, əməllərinizdə, həyatınızda, mənəvi abavızda dəyişməni özünüz hiss eləyəcəksiniz Allahın izni ilə. Deməli, bir də nəsuh tövbəsində belə bir şey var. Sən 100 günahla gəlmirsən Allahın huzuruna. Mən 100 günahla Allahın huzurundayam. Nəsuh tövbəsi etdiyin zaman Allah-u Teala bütün əməl dəftərini sıfırlayır. İçdən bir tövbə edirsən, ağlayaraq, göz yaşıyla, Rəbbinə sığınaraq bir tövbə edirsən, Allah Teala sən əməl dəftərini sıfırlayır. Və əməl dəftərinin sıfırlandığı üçün də artıq sən Allah qatında dəyərli və daha da dəyərli bir varlıq olursan, daha da dəyərli bir qul olursan. Və sən o tövbədən sonra başına bir iş gəlib də Allah qorusun, indi heç kimə biz arzulamırıq onu, Allah ömür versin. Bu dünyadan köçəsi olarsan, sən 100 günahla deyil. Deyək ki, yaxşı, o nəsuh tövbəsindən sonra bir dənə günah işləmirsən, o bir günahın bədəli ilə bu dünyadan köçürsən. Təbii ki, ciddi bir qul haqqına girməmisənsə. Ciddi bir qul haqqını, özü bilirsiniz ki, qul haqqı şəhidlərin üzərində belə var, yəni şəhidlərin üzərindən belə qul haqqı götürülməyib. Yəni deyir, qulumla qul arasına Allah Azza və Cəllə deyir, mən girmirəm. Yəni orada əməllərində halallaşmalar olacaq. Amma digər Allah qul münasibətlərində, Allahla sənə əlaqədar edəcək günahlarında, özünü məhv edəcəyin günahlarında, elədiyin nəsuh tövbələrdən Allah səni sıfırlayır. Və sən sabah bir gün başına bir iş gəlib bu dünyadan köçdüyün zaman da 101 günahla deyil də bir günahla gedirsən. Və indi sizə bir sual verim. Sən o tövbəni etdikdən sonra sənin içində bir əzmkarlığın əmələ gələcəyini və gəlməyəcəyini hardan bilirsən? İçində bir iradə, ya Rabbim, mən özümü kəşf etdim, ya mən əslində bu günah etməyə bilərdim düşüncəsinin gəlməyəcəyini nə bilirsən? Şeytan o astanada oturub səni elə bir fırladır ki, sən o tövbə şansını itirmiş olursan. Amma halbuki o tövbə şansını çox gözəl qazana bilərdin. Ona görə də əzizlərim, nəsuh tövbəsindən bir daha ya Rabbim bu günah etməməyə əzm eləyəcəm düşüncəsindən həqiqətən qorxuya düşməyin, rahat olun, relaks olun və tövbəyə odaqlanın. Tövbəyə yönəlin. İndi əzizlərim, burada bir dənə fərqindalıq var. Şuur olaraq. Mən bu tövbədə özümü harda görürəm? Kim olaraq görürəm? Və bu tövbədən sonra özümü kim olaraq, necə olaraq görəcəm? Bu çox önəmli bir şeydir. Və sən tövbədən sonra səndə ola biləcəyin əyləskiklərin bir nevi icmalını görmüş olursan. Elə bil ki, bir fənnə hazırlaşmamışdan öncəki halından hazırlaşdıqdan sonraki halın kimi bir hal olur tövbədə. Çünki orada elə bir cümlələri, elə bir sözləri, elə bir halətləri yaşamış olursan ki, və o zaman sən içində bir ürpərti, bir həm qorxu, həm sevinç, həm ümid, xaf və raca ortası bir təfəkkür mexanizmi formalaşır. Ona görə nəsuh tövbəsində birinci növbədə əsas olan şey şuurunda, fərqində və ən əsasda zehinsel olaraq odaqlanmaqdır. İkinci növbədə də dil olaraq düzgün tövbə istiğfara yönəlməkdir. Nəsuh tövbəsində əzizlərim, birinci növbədə də başlayırıq düzgün dillə dua eləməyə. Bax, düzgün dillə dua eləmək çox önəmlidir. Məsələn, tövbə etdim. Vaxt elədin, əstağfurullah. Şuurunda, sən etdiyin günahın şuurunda deyirsənsə 70 dəfə əstağfurullah çəksən, bir yerə qədər faydalıdır. Bir yerdən sonra şuurunda olmasan, bir yerdən sonra sənə kömək eləmir. Sadəcə dillərdə zikir kimi qalır, zikir savabını qazanırsan. Və ona görə də şeytan o damardan bizə girir, bizə riyakarlıq xofu verir. İkiyüzlüsən, osan, busan. Halbuki nə olursa olur, birinci növbədə biz özümüzə bu sualı verməliyik. Ya Rabbim, mən aciz, günahkar, fakir və əlimdən heç bir şey gəlməyən bu qulun sənin huzuruna gəldim. Mədəd ya Rabbi deyib imdadı səndən istədim. Başqa gedəcək heç bir qapım yoxdur ya Rabbim. Məni başqa qapılarda süründürmə ya Rabbim. Məni özündən başqa heç kəsə möhtac etmə ya Rabbim. İçdən və göz yaşı ilə o tövbəni deməyə başlayanda
həqiqətən bir şeylərin dəyişdiyini görəcəksiniz. Allah sizə güc və istiqamət verəcək. Yönəlmə şansı verəcək. Çünki sən artıq öz acizliyi tamamilə o deli daşı ətəyindən atmısan yerə ki, ya Rabbim, mən artıq bütün halımla sənə gəldim. Bütün günahlarımla sənə gəldim. Bu aciz qulun gəldi. Əzizim, əgər tövbədə bir təəccüdün varsa, o tövbədə bir kiçicik bir minicik səccadən varsa, o göz yaşından süzülən, o gözündən süzülən o göz yaşın varsa, əlhamdülillah sənin nəsih tövbənə Allah elə bir bərəkətlər verəcək. Elə bir gözəllik verəcək. Hər nə qədər ki günah etməyə meylin olsa belə. Zaten insanıq, bəşər əlbət şaşar. Elə bir qanun yoxdur ki, biz qutardı, bitdi. Çünki niyə deyir? Cənnət günahsızlarla deyil, tövbəkar günahkarlarla doludur deyir. İndi biz tövbəkar olmaq üçün nə etməliyik? Bu qapısı nəsih tövbədən keçir. Günahkarlığına zaten günahkarıq. Bu dünyada həqiqətən bu imtihanda başımıza gələn hadisələrdən birinci növbədə tövbə qapısı ilə arına bilərik. Tövbə bir nevi arınmadır. Tövbə bir nevi təmizlənmənin əsl adıdır. Tövbə mutluluğun, xoşbəxtliyin və özünü görmənin bir nömrəli adıdır. Tövbədən sonra ən əsasda başlayırıq 7 qat ata-ana soyundan tövbələr. Bu çox önəmlidir. Uşaqlığından bu günə gəlincəyə qədər əlin, qolun, dilin, bütün vücud əzalarınla işlədiyin tövbələr. Qul haqları, qəbir ziyarətləri, halallaşmalar. Bunları kökdən elədiyin zaman elə bir sıfırlanma, elə bir mənəvi dəyər qazanırsan. 2 rükət tövbə namazı qılmaq. Tövbə niyyəti ilə tövbə etdikdən sonra 3 gün oruç tutaraq arınmaq. Maksimumda dünya qidalarından az, su və xurma kimi şeylərdən çox istifadə eləmək. Bunlar səndə bir mənəvi təmizlənmələrə səbəb olacaq. Bir vəsilələrə səbəb olacaq. Və sən həqiqətən o günaha qarşı daha məsuliyyətli, o pisliyi etməməyə qarşı daha möhkəm olacaqsan. Niyə? Çünki sənin sütunların daha da inkişaf eləyəcək. Sənin günaha qarşı artıq bir sipərin formalaşacaq. Sən təkidin, amma ordu halında artıq sən güclü olacaqsan. Mənəvi bir ordu, mələklərdən oluşma, Allah arxasında Allah olan bir orduyla sən artıq güclənəcəksən. Amma sən bugün istiqamət bilmirsən, ağzını açdığın zaman belə tövbə sözündən başqa bir düzgün ifadə eləməyi belə bilmirsənsə, o zaman nə olsun? Sən bir dilini açdığın zaman, ya Rabbim, uşaqlığımdan bugünə gəlincəyə qədər, əlimlə, dilimlə, qolumla, bütün vücud əzalarımla etdiyim şirk, isyan, lənət, bəddua, bəla, qahır, zina, isyan, haram, içki, qumar, faizlərdən gələn şeytandan minlər kərə minlər peşman oldum, tövbə etdim, əstağfurullah dediğin zaman həqiqətən bir aura formalaşır, bir frekans dəyişikliyi baş verir. Şeytanlarda belə bir silkələnmə baş verir ki, bu neynə da, bu nə tövbə elədi. Amma biz tövbələrdə estağfurullah, 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 avtobus şoförlər kimi plan doldurmağa baxırıq. Bu istiğfarları, bu zikirləri ümumiyyətlə həqiqətən faydası bir yerə qədərdir. Fərqində olmadığın və fərqində olmadan etdiyin heç bir şeyin sənə xüsusi bir faydası olmadığını bil. Əsas bizim həyatımızı dəyişən farkındalıq motivasiyasıdır. Yəni biz özümüzü fərqinə varırıq ki, ya Rabbim, mən kiməm, hardan gəlirəm, haraya gedirəm, həyat yolculuğumda tövbənin mənim həyatımda nə yeri var, nə məqamı var, nə mənası var. Bunu həyat mərkəzinə qoyduğumuz zaman və keçici bir günah işlədiyimiz zaman da həmən o tövbəyə sığınırıq. Ya Rabbim, Estağfurullah el-azim, el-kerim, el-lezi la ilahe illa huvel hayyul qayyum ve atubu ileyh diyerek sənə gəldim ya Rabbim. Sənin huzuruna gəldim. Səndən başqa heç bir kimsə yox. Əl-aman, əl-aman, ya Hannan, ya Mənnan, məni günahlarımın ağrılı acılı pisliklərindən qurtar ya Rabbim. Məni cəhənnəm əzabından qurtar ya Rabbim. Mən sənə gəldim. Allahım, mən başqa yerlərdə ola bilərdim, amma sənin iznin, inayətinlə sənə əl açma şansını mənə verdin. Nə olar ya Rabbim, bu şansımı haqqı ilə dəyərləndirməmə mənə nasib eylə. Bu duaları etdiyiniz zaman əzizlərim, həqiqətən içdən ixlas, səmimiyyət bu şeyin ruhudur. Səmimiyyət oynanılması mümkün olmayan yeganə roldur demişəm mən sizə. Dəfayətlə demişəm. Ona görə də Allah-u Teala'ya yox əzizlərim.
Hər kəsə bir variant insan nəfsinə uyaraq gələ bilər. Amma Allaha variant gəlmək mümkün deyil. İnanın, elə yerdə bumerang qanunu işə düşüb, elə yerdə geri dönüşlər Allah sənə qaytarar ki, inanın, mat məəttəl qalarsan. Ona görə də nə olursa olsaq içimizdə bir sözü deyək: ya Rabbim, etdiyim xəta günahları bəlkə başqalarına etiraf edə bilmirəm. Çünki hələ o qədər nəfsimi arındıra bilməmişəm. Hələ o qədər tərbiyəli deyiləm. Amma ən azından Allahım sənə etiraf edirəm. O qədər tərbiyəsiz deyiləm, ya Rabbi. Mənə aff elə. Sənə etiraf edirəm ki, mən çox günahkar bir qulam. Çox xətakar bir qulam. Və həqiqətən əzizlərim, hər birimiz bu günahımızın, bu xətamızın, bu yanlışımızın fərqində olaraq, şuurunda olaraq bu tövbə hissiyatına girsək, o qədər gözəl olacaq. Adi psixologiyada belə bir şey var yəni. Bugün müasir psixologiyada belə nə deyir? Bağışlanma dilə, bağışla, həyat yolculuğunda yeni yola başla. Əgər insanlıq olaraq bir məsafə qət eləmək istənsənsə, deyir psixologiya, öncə bağışlanma dilə, sonra bağışla. Yəni yaradandan bağışlanma dilə, sonra bağışla. Bax, niyə görə deyirik, ya Rabbim, dilimlə, bədənimlə, bütün vücud əzarımla oxuduğum lənət, şirk, isyan, bəla, bütün sözlərimdən tövbə etdim. Sən kimlərə soxuduğun bir sözlərdən belə tövbə edib onu bağışlayırsan. Hətta Allah Rəsulundan hədis də var. Deyir ki, dostunuzun və yaxud da haqqınızı halal etmədiyiniz bir insanın cəhənnəmdə nələr çəkdiyini görsəydiniz, ona haqqınızı halal edərdiniz. Həqiqətən, bax, bağışlanmaq istəyirsə doğrudan da bağışlanmalı. Bu həyat qanunudur, elə deyilmi? Bax, sən ən qəşəng bir şey istəyirsən və sən bir qəşəng şeyindən fəda etmək keçməlisən ki, sənə də ən yaxşı şey verilsin, fəda olunsun. Bunlar əslində bir-birinə bağlı şeylərdir. Və tövbədə də özümüzə vaxt ayırmaq. Sual verim canlarım, hansımız bugün həyatımızın Allah üçün deyək, hansımız bugün həyatımızın baş rolundayıq? Özümüzü görə bilirik, kəşf eləyə bilirik, oxuya bilirik, danışa bilirik, anlada bilirik, özümüzü ifadə eləyə bilirik. Yəni, özümüzü Rəbbimizə qarşı ifadə etməyə bacara bilmirik. Baxın, niyə özünü ifadə eləyə bilən, danışıq qabiliyyəti güclü olan, natiq insanlara hər zaman xatib olaraq seçirlər, motivator olaraq seçirlər, cəmiyyətdə öncü olaraq seçirlər. Çünki insanların belə qulağına xoş gəlir, xoş danışıq, xoş ifadə və özünü düzgün anlatma tərzi, sunma, təqdimat. Biz Allaha özümüzü təqdimat eləyə bilmədik. Ya Rabbim, bu aciz qulun gəldi deməyə bacara bilmədik. Elə ki, həmişə misal çəkirəm, elə bir TQDK imtahanına girir bəzən gənclər. Ömür o bir dəfə o müəllimi ya görəcək, ya görməyəcək. O imtahandakı o müəllimlə münasibəti nətərdir? Salam müəllim, sağ ol müəllim, bu qədər də bir də salam, sağ ol. Bəzilərimizin Allahla arası salam, sağ ol belə qədər deyil yəni. O münasibətlər bizi haraya qədər götürə bilər ki, əzizlərim. İşte Allah qul münasibətlərində birinci növbədə mən gəldim, bu fakir qulun gəldi ya Rab. Bu fakirə əf yoxmu? Bu günahkara, bu xətakara bağışlanma yoxmu deyə gəldiyi zaman Allah belə qulunda o nazı sevir. O acizlik üzərindən qurulan bir münasibət bağını sevir. Sən o bağı qura bilmirsənsə, həqiqətən get o tövbə qapısından bir də başla. O bağı qurmağa çalış. Tövbədə birinci növbədə olan şey o səmimi tökülən göz yaşları, içdənliklə söylənən sözlər və Allahla qurulan səmimi bağdır. Onu qura bildin, o sözləri gözəl şəkildə döktürə bildin, o tövbələri Allah sənə də nəsib eləyəcək. Bax, bugün hər birimiz buradayıq. Sizlər də buradasınız, izləyirsiniz, anlarım. Bax, sən də izləyirsən əzizim. Sən də bugün bu tövbəni izləyirsən və tövbə şansının videosu sənin də bugün qabağına çıxır. Əgər sənin də bu video bugün qabağına çıxıb hal-hazırda bizim videonu izləyirsənsə, demək ki, Allah Taala'nın lütfüne mazhar olmuş və tövbəsi qəbul olunmaq istənən qullardansan. Bu şansı dəyərsizləndirmə. Və bu videonun ardından və ən əsas da tövbənin hansı mənada olduğunun şuurunda ol, tövbəyə başla, nəsuh tövbəsi ilə arın, Allah'tan istə, əmin ol ki 1-1, 2-2, 3-3 görəcəksən ki günahlarda azalma baş verir. Xətalarda azalma baş verir. Yanlışlarda azalma baş verir. Günü bugün başla. Çünki bu şans sənə verildi. Mənə verildi. Hamımıza verildi. Gəlin bunu haqqı ilə dəyərləndirək əzizlərim. Və tövbədə ardıcıllığa diqqət eləyək. Qüsul mütləq, qüsulun olsa belə gözəl bir qüsul, gözəl bir dəstəmaz, gözəl bir 2 rükət tövbə namazı, ardınca ən azı yarım saatdan az olmamaq şərti ilə
gözəl bir özünə bir ayıra biləcəyin bir məkan, vaxt və o zaman dilimi içərisində göz yaşları şuurunda olma və nəsuh tövbəsi. İnşallah ki biz videomuzda nəsuh tövbəsinin alt yazısını, hansı dualar, hansı tövbələri də qeyd eləyəcəyik Allahın izni ilə. O tövbələrə də yenə dediyim kimi başlayırsan uşaqlığından ta bu günə gəlincəyə qədər. Əlimlə, dilimlə, bütün vücud əzalarımla işlədiyim bütün günahlardan ilk başda öz adımıza, ata-anamız adına, qardaş və bacılarımız adına, evli olanlardan yoldaşlarımız və evlatlarımız adına, 7 qat ata soyundan, 7 qat ana soyundan ta Adəm əleyhissalama qədər inananlar adına, mömin və müsəlmanlar, Həzrəti Muhammed Mustafa sallallahu aleyhi və səlləmin ümməti adından bunlar elə böyük bir məna daşıyır ki, sən artıq ümmət pozisiyasından baxırsan, daha beynəlmiləl bir pozisiyadan tövbəyə baxırsan. Hətta qəbir ziyarət edərək, qəbir əhlinin belə adından tövbə istiğfar eləyərək daha böyük bir aspektdən baxırsan məsələyə. Ya Rəbbim bunu qəbul etməzmi? Rəbbim bu peşmanlığına dəyər verməzmi? Nə zaman biz belə bir tövbə etdik də bizə geri dönüş olmadı? Ha, Allah üçün canlarım deyin. Nə zaman belə bir tövbə etdik də bizə geri dönüşlər olmadı? Öyle belə bir cümə axşamında, mübarək gecələrdə, mübarək aylarda nə zaman dəyərləndirdik də bizə geri dönüş olmadı. Lütfən sizdən xahiş edirəm canlarım. Tövbəni başınıza bir hadisə gəldiyi zaman şeytan sizi unutturmamış ilk növbədə bir günahdan hemen sonra arının dəstəmaz 2 rükət tövbə namazı həmin o nasuh tövbəsini eləyin. En azından o Allah'a qarşı məsuliyyətinizi göstərin ki, ya Rabbim, bilirəm, xətalı, çox pis, çox yanlış bir hərəkət elədim, ikiyüzlülük elədim, günah işlədim. Amma ya Rabbim sənin qapına gəldim. Sənin huzuruna gəldim. Ya Rabbim gələcək heç bir qapım yoxdur. Kimdən bağışlanma diləyim? Kimə yalvarım? Kimə yakarım? Kimdən istəyim ya Rabbim? Başqa heç kimsəm yox. Əl-aman, ya Hannan, ya Mannan, mədət ya Rabbi deyin. Yalvar nəzər. Bu bizim üçündür. Allah Teala bu içsənliyi bizə vermiş, bu duyğunu bizə vermiş. Lütfən canlarım kəşf eləyək. Və o tövbələri etdikdən sonra bütün bir qəlbimizə bir huzur, ruhunuza bir fərahlıq, hətta ailə üzvlərə qarşı münasibətlərdə bir dəyişikliyi Allahın iznən hiss eləyəcəksiniz. Niyə? Çünki bütün ümmət adından tövbə istiğfar elədiniz. İnsanlıq adından tövbə elədiniz canlarım. Yəni hətta sənə qarşı haqsızlıq eləyən insan adından belə tövbə istiğfar elədin. Onun belə əfvi üçün Rəbbinə sığındın. Və dedin, ya Rabbi onu da əff elə. Mən əff etdim. İçindəki kini əritdin. İçindəki nifrəti əritdin. İçindəki kin küdurətə bir son dedin. Paxıllıq, pislik, şeytanın o duyğularını bastırıb Allahi duyğulara qapı açdın. Yaşılışıq yandırdın. Rəbbim qarşılıq verməzmi? Və onda da davamiyyət etdiyin zaman Allah daha gözəl bərəkətlər verər. Bir şeyin vücudu o şeyin davamı ilədir. Dərsə davamiyyət, işə davamiyyət, məsuliyyət, davamiyyət, bu şeylər insanlığın fitrətindən gələn şeylərdir. Tövbəyə də davamiyyətdə bir müddətdən sonra Allahın əsl Abdullah maqamını qazanan qullarından olacaq. Bunu davamlı etdikdən sonra. Rəbbim hər birimizə gözəl bir nəsuh tövbəsi etməyi, özünə sığınmağı, istiqamət üzrə yaşamağı bizlərə nasib eyləsin. Və gözəl bir şəkildə inşallah həm bir nümunə olsun deyə gözəl bir şəkildə bir tövbə istiğfamızı eləyək. Bununla da inşallah videomuzu bitirək. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ya Rabbim, başta öz adımdan, ata-anam adından, evli olanlarımızdan yoldaşımız, evlatlarımız, qardaş və bacılarımız, ümmət-i Muhammed və haqqını halal etdiyim, etmədiyimiz və etmək istəmədiklərimiz adından və bu duadan sonra onlara da haqqımızı halal edərək, onların da bir daha adından, bütün insanlıq və inananlar adından, əlimiz, dilimiz, qolumuz və bütün vücud əzalarımızla işlədiyimiz şirk, isyan, lənət, bəddua, bəla, qahır, sitəm, oxuduğumuz pis sözlərimizdən, yanlış xətalı davranışlarımızdan, zina, qumar, içki, kəbair, 52 böyük günah, 7 kəbair günahlarımızdan, gələn şeytandan, minlər kərə minlər peşman olaraq tövbə etdik. Əstağfurullah, ya Qaffar, ya Səttar, ya Təvvab, ya Hay, برحمتك يا أرحم الراحمين. أستغفر الله العظيم الكريم الذي لا إله إلا هو الحي القيوم وأتوب إليه سبحانه. أستغفر الله رب وأتوب إليه. أستغفر الله رب وأتوب إليه diyərək en az 33 dəfə, 70 dəfə, 100 dəfə bu duaları eləyərək, ya Rabbim
sənə sığınıq, səndən istəyirik. Bütün günahlarımızdan gələn şeytandan göz yaşları tökərək sənə sığınırıq ya Rabbim. Əff eylə, mübarək Quran-ı Azimuşşan hörmətinə, 124 min peyğəmbər hörmətinə, kutsal kitablar adına, ya Rabbel aləmin, ən başda Həbibin, Resul-i Əkrəm aleyhissalatü vesselamın hörmətinə bizim tövbələrimizi məqbul tövbələrdən eylə, qəbul olunmuş dualardan eylə və bizi arındır, bizi pisliklərdən və çirkinliklərdən uzaq eylə ya Rabbim və qəbul olunmuş nasuh tövbələrinin bizim əməlimizə, həyatımıza tətbiq eləməyə nasib eylə. Amin və elhamdülillahi Rabbil aləmin üzümüzə çəkərək və ardınca da gözəl bir şəkildə səzdəyə qapanaraq Rəbbimizdən istəyək. Əmin olaq ki və əmin olun ki, həqiqətən Allah sizə ən gözəl qapını açacaq. Subhanəkə la ilmə lənə illə mə əlləmtənə innəkə entəl alimul həkim və axuru davahum elhamdə Rabbil aləmin. El-Fatiha.